Salam, hər vaxtınız xeyir. Bu videoda sizə köməkçi nitq hissələrindən biri olan qoşmaya aid sualların izahını verəcəm. Birinci sualda cümlələrdən birində qoşma işlənmişdir deyir. Gəlin baxaq. A-da deyir o suallara ürəklə cavab verirdi. Burada qoşma yoxdur. Çünki əgər laləni qarışdırsaz iləklə, xeyr, burada lalə zərf düzəldən şəkilçidir. Lalə ola bilir ilənin qısaldılmış forması qoşma, lalə ola bilir bağlayıcı, zərf düzəldən şəkilçi və fe'l düzəldən şəkilçi ola bilir. Burada zərf düzəldən şəkilçidir. Necə seçirik? Əgər necə sualına cavab verirsə, məsələn, o necə cavab verirdi? Ürəklə cavab verirdi. Deməli, burada zərf düzəldən şəkilçidir. A variantını çıxdıq. Acgöz qazandıqca yenə uduzdu. Çünki o pozdu. Tamahla ləyaqət arasındakı nazik xətləri. Deməli, tamahla ləyaqət arasındakı lalə burada da qoşma deyil. Bağlayıcıdır. Və ilə əvəz eləyə biliriksə, bağlayıcıdır. Tamah və ləyaqət. Deməli, B-ni də çıxdıq. Yaşa cəsarətlə, yaşa cürətlə. Burada da zərf düzəldən şəkilçidir. Qeyd etdim ki, necə sualına cavab verirsə, zərf düzəldən şəkilçidir. Necə yaşa cəsarətlə, cürətlə. Nöqtələr, vergüllər nə qədər desən, saxta nidalarla dolub kitablar. Nə ilə dolub? Saxta nidalarla. Deməli, burada la, bəli, qoşmadır. Əgər kim ilə, nə ilə sualına cavab verirsə, laləni ilə qoşması kimi götürə bilərik. Deməli, doğru cavabımız olur D variantı. İkinci sualda bənzətmə mənası bildirən qoşma işlənmiş cümləni müəyyən edin. Babam həyət qapısının ağzına kimi gül əkmişdi. Burada heç bir bənzətmə yoxdur. Hər gün dəniz sahilinə kimi piyada gedirik. Burada da bənzətmə yoxdur. Məsafə verir. Məsafə mənasındadır. Ticarət mərkəzində kimi özünə ayaqqabı, kimi də palto seçirdi. Kimi ayaqqabı seçirdi, kimi palto. Burada qeyri-müəyyən əvəzlikdir. C-ni çıxdıq. Yarışa kimi göndərmək lazım olduğunu məşqçi deyəcək. Kimi burada da əvəzlikdir. Vətəni onun kimi sevin. Necə? Bənzədir. Ona bənzədir deyir. Onun kimi sevin. Deməli, kimi burada nədir? Bənzətmə mənası bildirən qoşmadır. Cavabımız olur E variantı. 3-də biri həm qoşma, həm də ədat kimi işlənə bilir. Həm qoşma, həm də ədat kimi olacaq caca. Əgər məsələn deyirəm ki, dəryaca, burada o artıq olur qoşma. Yox, əgər yaxşıca, yəni sifətin sayın üzərinə artıranda isə olur ədat. Ona görə də doğru cavabımız B olur ki, həm qoşma, həm də ədat kimi işlənə bilər. Özgə sözü ədat ola bilmir, savayı sözü ədat ola bilmir, əsasən də olmur, bəri də olmur. Deməli, bir dənə qaldı B variantı. 4-də tək sözünün qoşma kimi işləndiyi cümləni müəyyənləşdirin. Ümumiyyətlə, əvvəlcə qeyd etdim, tək sözü qoşma işlənəndə sözə birləşik yazılır. Amma burada bizə yəni özü ayrı-ayrı verib. Gəlin baxaq. Tək əldən səs çıxmaz. Burada tək sözü necə tək əldən? Yəni köməkçi nitq hissəsi deyil. Çünki suala cavab verir. Tək qalmaq. Burada da zərfdir. Necə qalmaq? Tək qalmaq. B variantında çıxdıq. Evdə tək qalacağını biləndə, baxın burada da necə qalmaq, tək qalmaq. Həm də özündən sonra fe'l gəlir. Deməli bu zərfdir. Lalə tək qızarmaq üz qaydasıdır. Bəli. Deməli burada götürə bilərik. Lalə kimi qızarmaq. Baxın, əgər bir köməkçi nitq hissəsini seçmək istəyirsinizsə, həmişə onu sinonimi ilə əvəz edin. Bu daha rahat üsuldur. Lalə kimi qızarmaq üz qaydasıdır. Yəni deməli buradan D variantını qoşma kimi götürə bilərik. 5-də hansı cümlədə tək sözü qoşma kimi işlənib? Qocanın tək yaşaması, tək yaşamaq. Yenə burada tək sözü zərf kimi gedir. Tək adam, necə adam? Yəni köməkçi nitq hissəsi deyil, qoşma deyil. Çünki qoşma suala cavab vermir. Bu işi heç kəs sən tək bacarmaz. Bu işi heç kəs sənin kimi bacarmaz. Baxın, artıq burada qoşma gedir.
D variantında tək getmə, yəni burada da zərfdir. Bu işi tək sən görə bilərsən. Burada isə ədatdır. Təkcə sən görə bilərsən, bircə sən görə bilərsən. Baxın, ədat kimi sinonimi ilə əvəz eləyə bildim. E variantında çıxdım, qaldı C. 6-cı sualda deyir ki, cümlələrdən birində ca qoşmadır. Ca qoşma olanda qədər, görə, ilə, yəni sinonimləri ilə əvəz eləyə bilərik. O gəlincə hər şey qaydasına düşməlidir. Xeyr, burada qoşma kimi işləməyib. Dəryaca ağlın olsa, bunu az öncə qeyd elədim. Dərya qədər ağlın olsa, dəryaca ağlın olsa, baxın qədərlə əvəz eləyə bildim. Deməli burada bəli, qoşma kimi gedir. Çünki sinonimi ilə də əvəz eləyə bildim. 7-ci sualda cümlələrdən birində qoşma işlənmişdi deyir. May ayının gözəl bir günü idi. Burada hər hansı bir qoşma yoxdur. A variantına çıxdıq. Əvvəlcə Masabəyi özü, sonra qonaqlar rəqs etməyə başladılar. Burada da yoxdur. Sonra sözü qoşma deyil burada. Zərfdir. Qoşma olsaydı çıxışlı xalla birlikdə işlənərdi. Tutuq xanım sübh namazını qıldıqdan sonra, baxın, qıldıqdan sonra çıxışlı xalla birlikdə işlənib. Çünki qoşma ismin halı ilə birlikdə işlənməlidir və əvvəl, sonra, qabaq, bəri qoşmaları da özündən əvvəl çıxışlı xallı söz istəyir. Yəni onunla birgə işlənir. Ona görə də, yəni burada çıxışlı xal üzərinə sonra, çıxışlı xal üzərinə əvvəl gördüyünüz zaman bəli, sonra sözünü qoşma kimi götürə bilərsiniz. Doğru cavabımız olur C variantı. 8. Hansı cümlədə qoşma işlənməmişdi? Biraz bundan əvvəl baş verən döyüş xəyalında yenidən canlandı. Bəli, baxın, dandan üstə gərək əvvəl varsa, çıxışlı xallan işlənibsə, deməli qoşmadır. Nahar qurtarandan sonra ayağa qalxdılar. Bəli, dandan və sonra, qurtarandan sonra, birlikdə nə zaman? Qurtarandan sonra sual verəndə də birlikdə gəlir. Əvvəlcə onun çatma qaşları, sonra tanış səsi müəllimə kimi isə xatırlatdı. Bəli, burada əvvəl sonra qoşma deyil. Kimi də qoşma deyil, əvəzlikdir. Kimi isə xatırlatdı. Deməli elə burada qoşma işləməyib. C variantı bizim doğru cavabımızdır. Baxın, D-də də damdan üstə gərək sonra gəlir, damdan üstə gərək qabaq gəlir. Deməli çıxışlı xalla işlənirsə, sonra qabaq, əvvəl bunlar qoşma sayılır. 9-cu sualda tək sözü hansı cümlədə qoşmadır? Tək sənin eşqini seçdim bu cahanda. Xeyr, burada qoşma kimi getmir. A variantına çıxırıq. Tək qalmaq zərfdir. Ailədə tək uşaq, xeyr. Otağın küncündə tək adamlıq, xeyr. Baxın, tək sözü qoşma olanda sözə birləşik yazılır. Bizim bir hecalı qoşmalarımız sözə birləşik yazılır. Ona görə biz E variantını götürürük ki, E variantında qoşmadır. 10-cu sualda kimi hansı cümlədə qoşma kimi işlənib? Sən kimi gözləyirsən? Burada sual verir. Sual əvəzliyidir. Kimi gözləyirsən? Qoca bu hadisəyə uşaq kimi sevindi. Baxın, uşaq kimi necə? Yəni, bənzətmə bildirir və qoşmadır. Uşaq kimi. Deməli, B variantında qoşmadır. Gəlin digərlərinə də baxaq. Kimi uzaqdan gələn qonaqların atını tutur, kimi çay paylayırdı. Burada kimi bu şəkildə təkrarən verilirsə, əsasən qeyri-müəyyən əvəzlik kimi götürəcəksiniz. Nərgiz xala kimi buyursa da, burada da əvəzlikdir. Kimi yazır, kimi şəkil çəkirdi, qeyri-müəyyən əvəzlik kimi gedir. Cavabımız olur elə B variantı. 11-ci sualda ca hansı cümlədə qoşmadır? Açıqca gözəl xətlə yazılmışdı. Açıqca gözəl xətlə yazılmışdı. Xeyr, burada qoşma deyil. Açıqca eksik şəkilçidir ca orada. Aslan dostunun qulağına yavaşca nəsə dedi. Deməli, cadə zərflərin, sifətlərin, sayların üzərinə qoşulanda ədat olur. Burada ədatdır. Xırdaca malları Əsmərə xüsusi gözəllik verirdi. Xırdaca. Baxın, xırda sifətdir. Üzərinə cacə gəlibsə, deməli, burada ədatdır. Balaca aktyor alqışlarla qarşılandı. Burada balaca sözün elə köküdür. Hər hansı bir ca şəkilçisi və yaxud da köməkçi nitq hissəsi deyil. Ona görə D-ni çıxdıq. Dəvəcə böyümüsən, köşəkcə ağlın yoxdur. Baxın, dəvə qədər böyümüsən, köşək qədər ağlın yoxdur. Qədərlə əvəz elədim. Qədər də nədir? Qoşmadır. Deməli, sinonimi
ilə əvəz elədim. Qoşmanı qoşmanın sinonimi ilə əvəz elədim. Və tapdım ki, E variantı bəli qoşmadır. Həmçinin baxın, bir daha qeyd eləyirəm. Əgər zərfin, sifətin sayın üzərinə qoşulanda ədat kimi olacaq sadəcə. Ona görə B-ni, C-ni ona görə də biz çıxdıq. Sonra 12. 12-ci sualda deyir ki, uyğunsuzluğu müəyyən edin. Birinci cümlə verib deyir qoşma olsun. İkinci cümlədə qoşma ilə amonim olan əsas nitq hissəsi olsun. Və deyir ki, pozulanı istəyir bizdən. Rüstəmin dürüstlüyü ona qarşı hörməti artırmışdı. Bəli, burada qarşı qoşma ola bilər. Çünki ona qarşı özündən əvvəl də bir yönlük hal gəlib. Yönlük halının birlikdə işlənib. Deməli, bəli, burada qoşmadır. Şikayətçilərə qarşı tərəfin fikri maraqlı deyildi. Bəli, artıq burada qarşı hansı tərəf? Qarşı tərəf əsas nitq hissəsi olur. Yəni qoşma ilə bir amonimdir bu söz. Deməli, A variantı uyğundur. A-nı çıxdı. Dərsdən əvvəl kitabxanaya getmək istəyirdik. Deməli, dərsdən əvvəl bəli, çıxışlıq halların işlənib qoşmadır. Şəhərdən əvvəl dinc əhali çıxarıldı. Baxın, indi deyə bilərsiniz ki, ay müəllim, bəs deyirdik ki, özündən qabaq çıxışlıq hal gələndə qoşma götürürük. Xeyr, cümlənin bəzən istisna hallar olur ki, cümlənin mənasına da fikir verin. Şəhərdən əvvəl, yəni şəhər əhalidən əvvəl çıxarılmayıb. Elə bir şey ola bilməz. Şəhərdən əvvəlcə, yəni birinci dinc əhali çıxarıldı. Burada əvvəl zərfdir. Baxmayaraq ki, özündən əvvəl çıxışlıq hal gəlir. Ona görə, bəli, birinci cümlədə qoşmadır, ikinci cümlədə zərfdir. Bəli, əsas nitq hissəsidir. B də uyğundur. C-də deyir, rəisdən başqa hamı yerində idi. Bəli, rəisdən başqa burada qoşmadır. Beynini başqa fikirlərdən uzaq tut. Necə fikirlərdən? Hansı fikirlərdən? Başqa fikirlərdən. Burada da sifətdir. Ona görə yəni bu da uyğun gəlir. Bunu da çıxdıq. Bu əhvalat müharibədən qabaq baş vermişdi. Müharibədən qabaq. Bəli, burada qoşmadı, özündən əvvəl də gəlibdi. Hal şəkilçisi. D-də 2-də deyir ki, ona qabaq cərgə. Hansı cərgə? Qabaq cərgə. Baxın, suala cavab verir. Deməli, burada sifətdir. Yəni, əsas nitq hissəsidir. Bu da uyğun gəldi. Birincidə qoşma oldu. İkincidə əsas nitq hissəsi oldu. Qoşma ilə amonim olan. E-yə baxırıq. Onun gözləri ulduz kimi parlaq idi. Bəli, ulduz kimi burada kimi olur qoşma. Gəlin ikinciyə baxır. Şəhərə kimi maşınla getdik. Burada da qoşma olur. Şəhərə kimi məsafə bildirir. Şəhərə kimi. Yəni, uyğun olmayan E variantı oldu. Niyə? Çünki hər ikisində qoşma oldu. Bizə verilən bu, deməli, verilən sxemdən uyğun olmadı. Yəni, birincidə qoşma, ikincidə onun əsas nitq hissəsi olmalı idi, amonim olan. Amma E variantında hər ikisi qoşma oldu, uyğun olmadı. Cavab olur elə E variantı. Daha sonra 13-cü sualda deyir, biri sual işarəsinin yerinə yazıla bilər. Məsafə bildirsin, əsas nitq hissəsi kimi işlənə bilsin, həmişə ayrı yazılsın, bənzətmə mənası bildirir. A. Baxın, B variantını çıxıram, birləşik yazılır, canı da çıxıram. Bənzətmə bildirə bilmir, qaldı E variantı. Gəlin, indi yoxlayaq bir-bir. Evə kimi oldu məsafə. Uşaq kimi ağlayırdı, oldu bənzətmə. Həmişə ayrı yazılır, bəli. Əsas nitq hissəsi kimi də işlənə bilər, bəli. Bundan qabaqki suallarda biz əvəzlik kimi işləndiyini görə bilirik. Həm kimi gözləyirsən, sual əvəzliyi kimi, oxuyurdu kimi, yazırdı qeyri-müəyyən əvəzlik işlənə bilir. Deməli, doğru cavabımız olur E variantı. 14-cü sualda nümunələrin birində qoşma qoşulduğu sözlərlə birlikdə fərqli cümlə üzvü kimi işlənmişdi. Deməli, qoşulduğu sözlərlə birlikdə. Suyun üzü ayna kimi parıldayırdı. Necə? Nə tərzdə? Ayna kimi parıldamaq. Deməli, burada zəflik rolundadır. Nəğmələr quş tək uçur. Necə? Nə tərzdə uçur?
quş tək. İpək kimi saçlarım var. Aha, ipək kimi saç. Artıq burada təyin vəzifəsində gedir. Qapıya tərəf boylandı. Haraya? Yenə zərflik olur. Yağışdan sonra hava xeyli sərinləşdi. Nə zaman? Yağışdan sonra. Fikir verdinizsə A, B, D, E-də zərflik olur cümlə üzvü kimi, amma C-də təyin olur. Ona görə də fərqli olan C variantı olur. 15. Hansı nümunədə caha qoşmadır? Təzə salınan bulvarda yüzlərcə ağac əkmişdilər. Xeyr, qoşma deyil. Yəni çünki qədərlə əvəz eləyə bilmirəm heç. Ədat olur. Əyləncə mərkəzlərinin sayı ildən ilə çoxalır. Xeyr. Keçən yay sanatoriyada yaxşıca dincəldik. Ədatdır, çünki zərfin üzərinə qoşulub. Məncə, yaxşı istirahət üçün hər rayonun öz üstünlüyü var. Məncə, səncə, bizcə işlənibsə və özündən sonra vergül işarəsi qoyubsa, bu modal söz gedir. Sənə heç kim məncə sadiq ola bilməz. Sənə heç kim mən qədər sadiq ola bilməz. Qədərlə əvəz elədik. Deməli, sinonimi ilə əvəz olunur. Qoşma elə olur E variantı. 16. Qədər sözü hansı cümlədə qoşmadır? Konfransda ona qədər məruzə dinlənildi. Bəli, elə burada ola bilər. Elə burada qoşmadır. Çünki ismin halı ilə işlənib. Gəlin digərlərinə baxaq. Bir qədər, xeyr, olmur qoşma. Nə qədər sual əvəzi kimi rolunda çıxış eləyə bilər. Bir yanım alqışdır, bir yanım qarğış. Qədər məni. Burada qədər tali mənasındadır. O qədər isti idi ki, xeyr, burada da o qədər isti, yəni olmur qədər. Elə A variantı olur doğru cavabımız. 17. Sillogizmi tamamlayan fikri müəyyən edin. Qoşmalar sillogizm ümumiyyətlə verilən iki fikirdən onları birləşdirib ortaq bir şey çıxarmaqdır. Qoşmalar ismin yerlik halında olan sözlərə qoşulmur. Qarabağda sözü yerlik haldı. Deməli, yerlik halda olan sözə qoşulmursa qoşmalar. Deməli, Qarabağda sözü nə qoşma qoşula bilməz. Bax, bu çıxır buradan. Deməli, C variantı elə bizim olur doğru cavabımız. 18. Qoşma işlənmiş cümlələrdir. Əvvəl düşün, sonra danış. Deməli, burada qoşma işlənməyib. Çünki səndən əvvəl, ondan əvvəl olsa qoşma olar. Burada zərfdir. Deməli, bir olanları çıxdıq. Səhərə dək, bəli, dək burada qoşmadır. Başqa sözlər, xeyr, burada da qoşma deyil. Başqa, bundan başqa, bəli, artıq baxın, çıxışlı xaldan işlənib deyə bunu götürə bilərəm. 2, 4, indi isə başqa cür, xeyr, burada da qoşma deyil. Doğru cavabımız D variantı olur, 2 və 4. 19-cu sualda hansı cümlədə iki qoşma işlənmişdi deyir. Əli zəng etdi və mənimlə görüşmək istədiyini dedi. Burada mənimlə sadəcə biri var, A-nı çıxdıq. Bu görüş təkcə bizim üçün maraqlıdır. Sadəcə üçün var. O məsələdən ötürü yuxarı təşkilatlardan da razılıq almaq lazımdır. Ötürü var. Qatara bilet ala bilmədiyimizə görə maşınla getməli olduq. Deməli, görə var, bir də maşın ilə iki qoşma var. Elə doğru cavabımız olur D variantı. 20-ci sualda qoşmalarla bağlı səhv fikri müəyyən edin deyir. Səhvi istəyir bizdən. Qoşma qoşulduğu sözün cümlədəki sintaktik vəzifəsini dəyişə bilir. Bəli, əgər bir söz qoşmasız işlənirsə, başqa funksiyada, başqa cümlə üzvü ola bilir. Yox, qoşma ilə işlənirsə, məsələn, uşaq sözü cümlədə tutalım ki, mübtədə olur, amma qoşma qoşulanda uşaq kimi artıq onun sintaktik vəzifəsi dəyişir, tutalım olur zəflik. Ona görə bir düzdür. Tərəf doğru sarı qoşmaları həm amonim, həm də sinonim ola bilir. Tərəf doğru sarı, bəli, həm amonim ola bilirlər. Tərəf isim və qoşma, doğru sifət, zərf, qoşma, sarı sifət, feil və qoşma ola bilir. Tərk, dərk, can qoşmaları qoşulduğu sözə bitişik yazılır. Bəli, bu da doğrudur. Çünki bir hecalı qoşmalarımız sözə birləşik yazılır. Üçü də çıxdıq. Qədər kimi ca, cən qoşmaları qoşulduğu sözdən ayrı yazılır. Xeyr.
Elə dediyim kimi bir hecalar sözü birləşik yazılır. Deməli 4 səhvdir. Adlıq və yiyəlik hallardakı sözlər əsasən eyni qoşmalarla işlənir. Bəli, adlıqla yiyəliyə qoşulan qoşmalar demək olar ki, eynidir. 5 də düzdür. Qoşmalar xəbəri şəkilsi qəbul edib müstəqil xəbər ola bilir. Xeyr, deməli müstəqil xəbər olmurlar. Qoşulduğu sözlə birlikdə xəbər ola bilirlər. Deməli səhv fikirlərimiz 4 və 6 B variantı olur. 21-ci sualda hansı cümlələrdə qoşma işlənib deyir? Biz hər tərəfi yoxladıq. Burada ümumiyyətlə qoşma yoxdur. Ana bircə oğlunu görsəydi sakitləşərdi. Ana bircə oğlunu görsəydi, təkcə yalnız oğlunu görsəydi sakitləşərdi. Yəni burada da qoşma yoxdur. Axşam kəndə tərəf atılan toplar əhalini vahiməyə saldı. Kəndə tərəf var burada. Uşaqca da ağlı yox imiş, uşaq qədər də ağlı yox imiş. Deməli 3 və 4 bizim doğru cavabımız olur. 22. Hansı nümunələrdə kimi qoşma deyil? Göydə tərlan kimi uçmağın varmı? Bənzətmə qoşması. Kimi dostla gəzdi, kimi yoldaşla. Deməli, burada əvəzlik, qeyri-müəyyən əvəzlik. Sənin kimi Şairxanı Ələsgər. Sənin kimi, burada da qoşmadır. Kimi mükafatlandırmaq lazımdır. Sual verir, əvəzlik. Sən kimi çağırırsan, burada da sual əvəzliyi, yəni qoşma deyil. Deməli, 2, 4 və 5 doğru cavabımız olur. 23-cü sualda hansı nümunələrdə başqa, əlavə sözləri qoşmadır? Təzə gələn şagirddən başqa hamı dərsə hazır idi. Bəli, şagirddən başqa birdə nədir? Qoşma götürə bilərik. Əlavə dərslər tələbələrin asudə vaxtını. Əlavə dərs. Xeyr, burada qoşma deyil. Çünki özündən əvvəl hər hansı bir hal yoxdur qoşulsun ondan birgə. Gülsənəm arvad bağından başqa adamlara da pay verərdi. Deməli, bağından başqa adamlar. Bu zaman yenə başqa adam sifət olurdu, isimlə işlənib. Bu yerlərdən əlavə bir çox ölkələrdə də olmuşuq. Bu yerlərdən dandan əlavə 4 də qoşmadı. Müdirdən əlavə, dandan əlavə heç kim danışmadı. Deməli, doğru cavabımız olur 1, 4 və 5. 24. Bənzətmə mənası bildirən qoşmanın işləndiyi nümunələri müəyyən edin. Gənclərin çoxu onun kimi qəhrəman olmağı arzulayır. Onun kimi, bəli, bənzətmədir. Kimi dəvət etsən sənə görə gələcək. Xeyr, kimi burada əvəzlikdir. Ürəyin nə qədər açılsa da mənim tək sevinə bilməzsən. Mənim kimi, mənim tək bənzədir. Deməli 1, 3 bənzətmə qoşmasıdır. 4. Bu evdə sənə aid çox xatirə var. Xeyr, burada yoxdur. Samirə institutdan evə qədər piyada. Xeyr, burada da evə qədər bənzətmə bildirilir. 25. Fərqləndirilmiş hissə hansı nümunədə qoşmadır? Qaşıqla bal yedim. Nə ilə? Qaşıq ilə. Bəli. Burada nə ilə sualına cavab verirsə, qoşma götürürəm. Dəniz kənarına uşaqlarla getdim. Kim ilə? Uşaqlarla. Yəni, bax, kim ilə, nə ilə qoşmadır. Maşın sürətlə. Necə? Qoşma deyil. Qarla yağış yağanda qayğılı çoban. Qar və yağış və ilə əvəz eləyə biliriksə, bağlayıcıdır. Maşınlar təzə salınan asfalt yolla şütüyürdü. Nə ilə, yol ilə, nə ilə sualına cavab verirsə, qoşmadır. 1, 2 və 5 olur doğru cavabımız. 26. Klasteri tamamlayan fikirləri müəyyən edin. Qoşmalar ismin bəzi hallarında olan sözlərə qoşulurlar. Doğrudur. İndi bizdə doğrunu tapmalıyıq. Qoşulduğu sözlərin leksik mənasını dəyişmir. Bəli, leksik mənasını dəyişə bilməz. Deməli, bir doğrudur. Qoşulduğu sözlər də heç bir məna çaları yaratmır. Xeyr, biz suallarda da görürük bənzətmə mənası yaradır, məsafə və s. məna çaları yaradır. Deməli, 2 səhvdir. Bəzi nümunələri əsas, bəziləri isə köməkçi nitq hissələri ilə amonim təşkil edə bilir. Bəli.
Məsələn, kimi qoşması olur əvəzliklə amonim, ilə qoşması olur bağlayıcı ilə amonim, deməli 3 də düzdür. Həm ayrılıqda, həm də qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Xeyr, səhvdir. Sadəcə qoşulduğu sözlə birlikdə cümlə üzvü ola bilir. Deməli, doğru cavabımız olur 1 və 3. 27. Qoşma işlənmiş cümlələri müəyyən edin. İndi qarşı sırada. Qarşı sıra, qarşı burada qoşma deyil. Əvvəl razılığa gəldilər, sonra. Əvvəl, sonra qoşma deyil. Burada çünki özündən əvvəl çıxışlı halı yoxdur. Bizə qarşı çıxanlar, bəli, bizə qarşı. Baxın, qoşulduğu sözlə birgə işlənir, bizə qarşı. Deməli 3. 100-dən sonra saydıqlarımı qarışdırdım. Deməli 100-dən sonra bizə doğrunu danış. Aldatma. Deməli bizə doğrunu nəyi? Suala cavab verir. Qoşma deyil. Onlara doğru bir dəstə atlı çapırdı. Onlara doğru, baxın, yönlük halla işlənib. Deməli doğru cavabımız 3, 4 və 6 olur. 28-ci sualda deyir, hansı cümlədə qoşma işlənmişdir? Toru dişlərimlə doğrayım. Lalə, nə ilə? Nə ilə, kim ilə sualına cavab versək qoşma olur. Deməli, qoşmadır. Qonşular çıxdı evdən təəccüblə, heyrətlə. Burada Lalə necə sualına cavab verirsə, zərf düzəldən şəkilçidir. Qoy az sözlərinlə dünya bəzənsin. Nə ilə? Sözlərinlə. Bəli, burada da nə ilə cavab verdi, sualına cavab verdi, ona görə qoşma götürürük Laləni. Kitablarla dəftərlər stolun üstünə yığılmışdı. Burada Lalə bağlayıcıdır. Kitablar və dəftərlər və ilə əvəz eləyə bilirəmsə, olur bağlayıcı. Gülün ətri ilə doldu bütün çayır, bütün çöl. Gülün ətri ilə nə ilə sualına cavab verdi? Deməli, burada Lalə ilə qoşmasıdır. Doğru cavabımız da olur 1, 3, 5. 29-da deyir, hansı cümlədə qoşma işlənməmişdir? Bəy ilə bostan əkənin tağı çiynində olur. Kimi ilə? Baxın, kim ilə, nə ilə? Sualını verə bilirsinizsə, deməli, Lalə burada nədir? Qoşmadır. Biri çıxdım. Ev yiyəsi qonağa təəccüblə, heyrətlə baxdı. Zərf düzəldən şəkilçidir Lalə. Bəhramla döyüşə girmək çətindir. Kimi ilə? Olur qoşma. Kosinus və sinus riyazi termindir. Baxın, Lalənin yerinə və qoya bildim. Deməli, bağlayıcıdır. Bunu da götürürəm. Gülün ətri ilə doldu. Nə ilə? Burada isə artıq qoşmadır. Deməli, doğru cavabımız 2, 4. Qoşmaları qoşulduğu hallara və yaratdığı mənalara görə qruplaşdırın. Sarı doğru, evə sarı, evə doğru. Yönlük halla işlənir və istiqamət bildirir. 1-ə getdi A. Qədər və can işlənir evə qədər, evə can, yönlük halla yenə evə, baxın, evə qədər A-ə məsafə bildirir, 2-yə C. Sonra qabaq isə çıxışlı halla işlənir və zaman bildirə bilir. Deməli, 3-ə də E gedir. 31-ci sual. 31-də deyir ki, həm qoşmanın, həm də qoşulduğu sözün fərqli tələffüz edildiyi söz. Aha. Deməli, elə bir söz götürəcəyik ki, həm sözün özü, həm də qoşması fərqli tələffüz olunsun. Bura deməli C gedəcək. Yarpaqla sözü niyə? Həm sözün özü yarpaq sözü X olur Q, həm də qoşma lalə nan kimi tələffüz olunur. Deməli, 1-ə C-ni yazdım. 2-də deyir ki, yalnız qoşmanın fərqli tələffüz edildiyi söz, yəni sadəcə qoşma fərqli tələffüz olunsun. Deməli, atamla sözü olar, lalə fərqli tələffüz olunur. Başqa da heç birində olmur. 3-də deyir, yalnız qoşmanın qoşulduğu söz. Təkcə qoşulduğu söz fərqli tələffüz olunsun. Burada B variantı olar, gənciyə, i olur. Bir də səndən, səndən olur, d-nı olur. Deməli, 3-ə də B və D-ni yazırıq ki, sadəcə sözün özü. Baxın, əvvəl sözü fərqlənmir, qədər sözü fərqlənmir. Sadəcə sözün qoşulduğu, qoşmanın qoşulduğu söz fərqli tələffüz olunur. Sonra 32-ci sualda
Qoşmalarla bağlı ardıcıllığı müəyyən edin deyir. Zaman, səbəb, birgəlik və bənzətmə mənası bildirməlidir. Gəlin baxaq. Banunun gözləri dəniz suyu kimi mavi idi. Deməli, burada bənzətmə bildirir. Dəniz suyu kimi. Biri yazıram ən sona. Sonra ay batdığına görə buludlar hərəkətsiz görünürdü. Səbəbdir. Nə səbəbə? Deməli, 2-yə yazdıq səbəb. Deməli, qulu da sizinlə yoldaş imiş. Sizinlə bu olur birgəlik, Lalə, 3-ü yazdım bura. Pələngyoğlu evə qayıdandan sonra nə zaman? Qayıdandan sonra. Bu da zaman bildirir. Deməli, sırayla düzsək 4, 2, 3 və 1 olur doğru cavabımız.